Aziz izleyiciler, 2 April 2025 yıl Ağdərə rayonunun Başgüneyt kəndinin aşağısında şəhidimiz kim oldu bu Sərvar qardaş? Bu qurbandır, şəhidimiz Göyüşov qurbandır. Bərbaq tanış. Göyüşov qurbanın nəşini tapmışıq. Bizə gördüyün kimi bax, ha, sümüklər çıxır. Bax, gözə qaburqa sümüyü. Bəli. Bunu götür. Sən danış onlar şeyler. Bərbaq tanış. Allah da nədən sonra başlayalım. Da südey göz qabağında. Mart 92 92 sonra 92'nin Mart ayının 12'sində şəhid olub. Bu elə döyüş yoldaşımıydı, sinif yoldaşımıydı. Yani burada təxminən atası demişdi ki, bura koymuşam. 33 ildən sonra gəlib Ramazan kişi. hə, atası bax bu da qardaşı Zahirdir. Zahirdir. Allah rəhmət eləsin Allah şəhidlərimizə. məkanlarınca hələ 9 dənəsində tapmamışıq. Hələ 9 dənəsi də Neçəsi tapıldı? gəzirik. Hələ 2 dənəsinin biri qurbanın nəşini tapmışıq, bir də rəhmətli Əsədin daimi. O qüllərinin hələ bax gördüyün kimi elə gəzirik. Zahir. Bax onu sergədir. O buralarda olur. Allah rəhmət eləsin şəhidlərimizə. O gün şimdiydi burada qırmızı. O nədir elə? Qırmızı. Bu məktəbə bilmirəm. Bunu düyme yığırsan, birazdan sonra ağzın öyle bir fazla. Bak öyle bir kırmızı. Burada Sərvar müəllim, burada bu qardaşdan sonra kimlər şəhid olub? Haqqında danışa bilərsiniz. Burada şəhid olub Əsəddin dayım, burada şəhid olub Əvəz dayım, burada şəhid olub Ziya. Burada şəhid olub Satayım, burada şəhid olub deməli Möhüd dayı, burada şəhid olub Ələddin dayı, burada şəhid olub Nizami, burada şəhid olub Əfruz, hala ondan. Saymaqla Onların nəşləri tapılıb? Onların nəşləri tapılıb deyirəm. Yox, onların yarısı tapılıb. 11 nəfər, ikisini tapmışıq. Qalan 11'i çoxudur. Yəni hələ onların nəşi tapılmır. Oldu, Allah. Yəni bilirdik ki, bu ərazidədir. Bax, bununla vurulan ziyan nəşi aşağıda olmalıydı. O da yəni görmüyoruz. Bunu götürəndə uşaqlar demiş ki, məni qoyun bura, ziyan yaralığını götürün. Onda ziyanda imkan vermədi. Erməni gəlib çatmışdı güz yanına. Bu rəhmətlik dünyasını dəyişəndən sonra gətirib qoymuşlar. Ha, yox, yaralıydı. Yəni bura qoyanda özü edə bilsən, qırıq-qırıq danışır, qırıq-qırıq. Allah hamısını məkanı cənnət eləsin, nə bilim, gəzirik, o birilərini də gəzirik də, hələ bax bununla burada şəhid olan ziyan, bu aşağıda yolda 3 gün yer var. Bəli. İhtimala görə orada qalmışdı. Orada onu da tapmadıq, gəzirik bax. Gördüyün kimi yenə də, hələ bax, yenə də gör. Zahir, ayağının altdakı nədir? Hansı? Qapağını. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Məkanlar cənnət. Məkanları cənnət olsun. Nə deyim, Sağ olun.